Milli Hidrometeorologiya Xidməti sabahın havasını açıqlayıb. Belə ki, yanvarın 14-ü Bakıda və Abşeronda hava arabir yağıntılı olacaq. Bəzi yerlərdə yağıntılar intensivləşəcək. Ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə və gündüz 1-4 dərəcə isti, atmosfer təzyiqi isə 766 mm civə sütun olacaq. Naxçıvanda da gün ərzində sulu qar və qar yağacaq. Temperatur 0-5 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında yağış və sulu qar yağacaq. Dağətəyi və Dağlıq rayonlarda qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntılar intensivləşəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 5-9 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz isə 0-3 dərəcə şaxta olacaq.